Salam əziz izləyicilər. Əsma-i Hüsna silsiləmizdə bugün qəlblərimizə fərəh və genişlik bəxş edən uca bir ismə, Əl-Basit isminə nəzər salırıq. Əl-Basit nə deməkdir? Bu, istədiyinin ruzisini genişləndirən, bollaşdıran, qəlblərdəki kədəri silib yerinə hüzur və fərəhlik verən deməkdir. Ötən videoda öyrəndiyimiz Əl-Qabid ismi ilə Əl-Basit bir-birini tamamlayır. Allah Taala bəzən insanı sıxıntı ilə imtahan edər. Əl-Qabid, bəzən də rəhmət qapılarını sonuna qədər açaraq ona genişlik və bolluq bəxş edər. Əl-Basit, o, sıxıntıdan sonra gələn fərəhliyin, darlıqdan sonra gələn bol ruzinin tək qaynağıdır. Bəs Ya Basit zikri nə üçün və nə qədər çəkilməlidir? Ya Basit zikri əsasən maddi sıxıntılardan və borclardan qurtulmaq, qəlb sıxıntısı, yəni depressiyanı aradan qaldırmaq, rəhmət və bərəkət qapılarını açmaq üçün çəkilir. Bu ismin əbcəd dəyəri 72-dir. Hər gün, xüsusilə də sübh namazından sonra əlləri səmaya açaraq 72 dəfə zikr etmək ruzinin artmasına, qorxu və endişələrin yox olmasına vəsilə olar. Gəlin Ya Basit deyərək Rəbbimizdən qəlblərimizə və ruzimizə genişlik verməsini diləyək. Allahım, Əl-Basit adının rəhməti xatirinə ömrümüzə, süfrəmizə və qəlbimizə genişlik bəxş et. Bizə darlıq göstərmə, ruhumuzu hüzurla doldur. Amin. Videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Növbəti videoda görüşənədək.